Bugün çox maraqlı iki olimpiyada məsələsinin həllinə baxacağıq. Birinci, uzunluğu L bərabərdir 20 sm, kütləsi M1 bərabər 0,5 kg olan taxta tirciyin üzərində M2 bərabərdir 0,2 kg kütləli digər tircik var. Tirciklər bir-birinə şəkildə kimi bağlanmışdır. Alt tirciyi F bərabərdir 1,24 Newton qüvvə ilə dartılarsa, M2 kütləli tircik neçə saniyədən sonra yerə düşər? Hər iki səthdə sürtünmə əmsalı μ bərabərdir 0,1-dir. Verilənləri yazaq. Verilir. L bərabərdir 20 sm, o da bərabərdir 0,2 metr. Bizə N1 verilibdir 0,5 kg. M2 0,2 kg. F qüvvəsi verilibdir. F bərabərdir 1,24 Newton. μ verilibdir 0,1 və T-ni soruşur. T bərabərdir sual. Hər iki cismə təsir edən qüvvələr qeyd edək. M1 cismi üçün F qüvvəsi məlumdur. M1 cisminə T gərilmə qüvvəsi ip tərəfindən təsir edilir və M1 cisminin sürtünmə qüvvəsi var. F sürtünmə. M2 cismi üçün onun dartı qüvvəsi T gərilmə qüvvəsidir və M2 cisminə aid F sürtünmə var. M2 cismi M1 cisminin əksi istiqamətində yönəlir. Şəklə baxanda görürük ki, M1 və M2 cismi bir-biri ilə tərpənməz blok vasitəsilə bağlıdır və M1 cismini sağa tərəf dartan zaman M2 cismi sol istiqamətində hərəkət edəcək. Tərpənməz blok yalnız qüvvənin istiqamətini dəyişirdi, yəni qüvvədə qazanc vermirdi. Bizim bu sistemdə də qüvvənin istiqaməti dəyişibdir, yəni heç bir qüvvədə qazanc yoxdur. M2 cismi T gərilmə qüvvəsi istiqamətində dartılacaq. Düsturları qeyd edək. Hər bir cism üçün Newton ikinci qanunu yazaq. Birinci cismə baxırıq, görürük ki, F qüvvəsi və onun əksi istiqamətində T və F sürtünmə var. Eyni zamanda M2 kütləli cisim M1 kütləli cismin əksi istiqamətində hərəkət etdiyindən M1 cismini müəyyən qədər yavaşlatmağa çalışır. Onda biz birinci cisim üçün Newton ikinci qanunu yazsaq, F minus T minus F sürtünmə 2 minus F sürtünmə 1. O da bərabərdir M1A. Bu birinci cisim üçün idi. F olduğu kimi qalır. Minus T minus F sürtünmə ikinci cisim üçün. μ M2J minus F sürtünmə 1. μ M1 üstəgəl M2 vur J bərabərdir M1A. Nəyə görə M1 üstəgəl M2 oldu? Çünki M1 cisminin üzərində M2 cismi var. Yəni M1 cisminə öz ağırlığından əlavə M2 cisminin də ağırlığı əlavə olur. İkinci cisim üçün Newton ikinci qanununu yazsaq, T minus F sürtünmə bərabərdir M2A. T minus μ M2J bərabərdir M2A. Hər iki ifadəni tərəf-tərəfə toplasaq, alacağıq, T'lər getdi. F minus 2 μ M2J minus μ M1 minus plus M2 vur J bərabərdir
A vurulsun M1 üstəgəl M2. Buradan A-nı tapsaq, A bərabərdir F minus mü M1 üstəgəl 3M2 vur J böl M1 üstəgəl M2. Sonuncu ifadədən istifadə edib təcili tapaq, həlli. A bərabərdir olacaq 0,2 metr bölünsün saniyənin kvadratı. Artıq verdikləri sileyim. Təcili tapdıq. Biz bilirik ki, bərabər təcilli hərəkətdə yer dəyişmənin düsturu S bərabərdir V0t üstəgəl AT kvadrat bölünsün 2-dir. Başlanğıc sürətimiz 0 olduğundan düsturumuz S bərabərdir AT kvadrat bölünsün 2 olur. O da bərabərdir 1 bölünsün 2 vur A1 üstəgəl A2 vur T kvadratı. A'larımız 0,2'ye bərabər. A'lar 0,2'ye bərabər olduğundan S bərabərdir A T kvadratına düşür. Onu da buradan da T'ni tapsaq T bərabərdir S bölünsün A kök altında. T bərabərdir kök altda. S bizdə verilibdir 0,2 metr bölünsün təcil 0,2 metr böl saniyə kvadratı. O da bərabərdir 1 saniyə. İkinci məsələ. Divarın yanında ona sıxılmış şəkildə M kütləli 2 R radiuslu sarğac var. Onun daxili silindrinə sap sarınmışdı. Sapın ucunu şaquli istiqamətdə aşağı dartırlar. Dartı qüvvəsinin hansı qiymətində sarğac fırlanmağa başlayır? Sarğacın daxili radiusu R, onun döşəmə və divarla sürtünmə əmsalı eyni olub müyə bərabərdir. Şəkli analiz edək birinci. Demək, bir xarici sarğac var, bir də daxili sarğac var. Bizim sap daxili sarğaca sarılıbdır və bunun bir qolundan F istiqamətində aşağı doğru dartırıq. Demək ki, sarğac ümumilikdə saat əqrəbinin əksi istiqamətində fırlanacaq. Daha doğrusu fırlanmağa cəhd edəcək. Bizdən də tələb olunur ki, bu F qüvvəsinin hansı qiymətində sarğac fırlanmağa başlayacaq. Əgər sarğac saat əqrəbinin əksi istiqamətində fırlanırsa, toxunan nöqtələrdə hərəkətin əksi istiqamətində sürtünmə qüvvəsi olacaq. F sürtünmə və dayağa perpendikulyar istiqamətdə N reaksiya qüvvəmiz olur. Eyni ilə aşağı toxunan üçün yazsaq, hərəkətin əksi istiqamətində F sürtünmə qüvvəsi, F sürtünmə 2 və oturacağa perpendikulyar istiqamətdə yönəlmiş N2 reaksiya qüvvəmiz olur. Bu məsələni momentlər qaydasına görə həll edə bilərik. Görünür ki, F qüvvəsinin qolu R radiusudur və 2R radiuslu qolu olan qüvvələr isə F2 və F1 qüvvələridir. Elə fərz eləyək ki, bu nöqtəni, yəni F sürtünmə 1-i fırladırıq və bu nöqtəyə getiririk. Onda qüvvə aşağıya doğru gedir. Olacaq F sürtünmə 1. Eyni zamanda F sürtünmə 2-ni də bu hissəyə getiririk və görəcəyik ki, F sürtünmə 2 də aşağı istiqamətdə gedir. Və bizdə yekunda belə bir
figür alınacaq. Bura bizim O nöqtəmizdir. Qüvvənin qolu F-dir. Ona təsir edən qüvvə F-dir. Bu hissədə 2F-dir və ona təsir edən qüvvələr F sürtünmə 1 və F sürtünmə 2 olacaq. Onda qüvvə momentlərinin bərabərlik şərtindən istifadə etsək, F vur F bərabərdir. F sürtünmə 1 üstə gəl F sürtünmə 2 vur 2F. Və buradan F'i tapırıq. F bərabərdir. F sürtünmə 1 üstə gəl F sürtünmə 2 vurulsun 2. Biz burada F'in bərabərliyini tapdıq. Buna 1 qoyaq. Və buradan bizə məlum olmayan F sürtünmə 1 və F sürtünmə 2 kəmiyyətləri var. Gəlin bu kəmiyyətləri araşdıraq. F sürtünmə 1 bərabərdir mü N1, F sürtünmə 2 isə bərabərdir mü N2. Artıq bizdə naməlum olan 2 kəmiyyət var. N1 və N2. Biz reaksiya qüvvələrinin hər ikisini də tapmalıyıq. Şəklə baxsaq, görərik ki, N1 reaksiya qüvvəsi F sürtünmə 2-yə bərabərdir. Onda yazırıq ki, N1 bərabərdir F sürtünmə 2, o da bərabərdir mü N2. Bəs mü N2 nədir? Onu tapaq. Şəklə baxanda görürük ki, N2 və F sürtünmə 1 qüvvələri eyni istiqamətdə, lakin F və O nöqtəsində olan mg ağırlıq qüvvəsi onların əksi istiqamətdə yönəlibdir. Onu da biz yaza bilərik ki, N2 üstə gəl F sürtünmə 1 bərabərdir F üstə gəl mg. Buradan N2 üstə gəl F sürtünmə 1 mü N1'dir, mü N1 bərabərdir F üstə gəl mg. Və bizim əvvəlki ifadədən tapdığımız N1 bərabərdir mü N2 ifadəsini sonuncu bərabərlikdən tapdığımız N1'in yerinə qoyaq. Onu da alırıq ki, N2 üstə gəl mü vurulsun mü N2 bərabərdir F plus mg. Buradan N2'ni bərabərliyin bir tərəfində tək saxlasaq, N2 bərabərdir F plus mg bölünsün 1 plus mü kvadratı. Artıq biz həm N1'i, həm də N2 reaksiya qüvvələrini tapdıq. Artıq bizə lazım olmayan bərabərlikləri silə bilərik. Reaksiya qüvvələrini tapdığımıza görə artıq F qüvvəsini tapa bilərik. F bərabərdir F sürtünmə 1 mü N1'dir, 2 mü N1, burada 2 də var, üstə gəl 2 mü N2. N1 bərabərdir mü N2 olduğundan yazırıq ki, F bərabərdir 2 mü kvadratı N2 üstə gəl 2 mü N2. Buradan da tapırıq ki, F bərabərdir 2 mü 1 plus mü vurulsun N2. N2 də bizdə F plus mg bölünsün 1 plus mü kvadratı idi.
Onda f bərabərdir 2 mü 1 plus mü vurulsun f plus mj bölünsün 1 plus mü kvadratı. Sonuncu ifadədə bərabərliyin hər iki tərəfində f qüvvəsi var. Bu f-i bərabərliyin hər hansısa bir tərəfində tək saxlayaq. F vurulsun 1 plus mü kvadratı bərabərdir 2 mü 1 plus mü vurulsun f plus mj. F vur 1 plus mü kvadratı bərabərdir 2 mü 1 plus mü vur f üstə gəl 2 mü 1 plus mü vur mj. İndi vuruğunda f olan toplananı bərabərliyin sol tərəfinə keçirək. Alacağıq ki f 1 plus mü kvadratı minus 2 mü 1 plus mü bərabərdir vurulsun f bərabərdir 2 mü 1 plus mü vur mj. F-i mötərizə xaricinə çıxaraq f vurulsun 1 plus mü kvadratı minus 2 mü minus 2 mü kvadratı. O da bərabərdir 2 mü vur 1 plus mü vur mj. Bu hissəni kiçiltməliyəm. Buradan da f-i bərabərliyin sol tərəfində tək saxlasaq, alarıq ki f bərabərdir 2 mü 1 plus mü vur mj bölünsün 1 minus 2 mü minus mü kvadratı. Aldığımız bu ifadə f ifadəsi aldığımız sonuncu ifadə dartı qüvvəsinin qiymətini təyin edir. Bu ifadədən görürük ki, m sarğacın kütləsidir, yəni o sabitdir, j də sərbəst düşmə təcilidir. Beləliklə biz dartı qüvvəsinin qiymətini sürtünmə qüvvəsinin qiyməti ilə təyin edəcəyik. Sonuncu ifadədən aydındır ki, sürət sarğacı hərəkətə gətirən qüvvələri təmsil edir, kütləc isə sarğacın hərəkətinə mane olan qüvvələri təmsil edir. Məxrəzdəki tənliyin kökünü tapaq. Alınacaq μ1 bərabərdir kök altda 2 minus 1. O da bərabərdir 0,1414. M'nin bu qiyməti sistemin sürtünmə əmsalının kritik qiymətidir. 0,1414-dən kiçik qiymətlərdə sarğac hərəkətə başlayacaq. Lakin 0,1414-dən böyük qiymətlərdə sarğac fırlanmayacaq.